Əvvəlcə hər kəsin Novruz bayramını təbrik edirəm. Novruz bayramı haqqında məlumat edinmişəm və bu öyrəndiklərimi sizə də demək istəyirəm. Novruz bayramı Hicri şəmsi təqviminin ilk ayı olan Fərvərdin ayının ilk günüdür. Hicri şəmsi təqvimi nədir? Hicri şəmsi təqvimi farsların işlətdiyi, farsların, əfqanların işlətdiyi bir təqvimdir və bu təqvim Hicri qəməri kimi Məhəmməd Peyğəmbərin hicrət etdiyi zamandan başlayır. Ancaq ərəblərdən fərqli olaraq farslar bunu ayrı bir şəkildə qeyd edirlər, ayrı bir gündə başladılar və öz tarixləri ilə, Zərdüştilikdən qalma tarixləri ilə işlədirlər. Hicri şəmsi təqvimi farslara aid bir təqvimdir və Novruz bayramı farsların bayramıdır. Təbii olaraq Novruz bayramında edilən səmənidir, farslara aiddir və adət-ənənələrdir, tonqal üstündə atlamaqdır, zərdüştlərə aid bir adətdir. Fars dediyimə baxmayın, fars dediklərim əslində Zərdüşt olaraq anlayın. Yəni bu təqvimi farslar işlətdiyi və bayramları farslar qeyd edildiyi üçün fars bayramı deyirəm. Türklərin isə öz bayramları var idi, İlqayaq bayramı. İlqayaq bayramı Oşaq ayının ilk günü qeyd edilirdi və Şaman türklər tərəfindən hələ də qeyd edilməyə davam edir. Bunun haqqında Divan-ı Lüğət-i Türkdə Mahmud Qaşqari Ulu gün olaraq qeyd etmişdir. Yəni İlqayaq bayramı türklərə aid bayramdır, Novruz bayramı farslara aid bayramdır. Bəs sual yaranır. Bəs bu iki bayram var. Nəyə görə bu bayramlar qarışıbdır bir-birinə? Səbəbi budur ki, Novruz bayramı ilə İlqayaq bayramı üst-üstə düşübdür. Novruz bayramı ayın 19 ilə 22 arası qeyd edilən bayramdır. Və buna görə İlqayaq bayramı da 21-dən irəli qeyd edilən bayramdır, üst-üstə düşübdür. Buna görə də xalqlar qarışıb iç-içə girəndən sonra bu bayram qarışıbdır, ortada yox olubdur. İlqayaq bayramı yaddan çıxıbdır. Hətta Novruz bayramı farsça yeni il deməkdir. Atalarımız da, analarımız da gəlib deyirlər ki, Novruz bayramınız, yeni iliniz, müsəlmanların yeni ilidir. Əslində müsəlmanların yox, Zərdüştlərin yeni ilidir. Bayramınız mübarək, Novruz bayramınız, İlqayaq bayramınız təbrik edirəm. İlqayaq bayramından şəkər bura falan, yəni qoz, fındığı üstünlük verilməsi İlqayaq bayramındandır. Çərşənbələr, Azərbaycanlıların etdiyi çərşənbələr və Qaradağların, Qırğızların hazırladığı yeməklər İlqayaq bayramından qalmadı. Səməni yetişdirmək, hər tərəfin xalçaya bölünməsi, təmizlik, həmən günləri bayram kimi, yeni il kimi qeyd edilməsi, bu və tonqal üstündə avlanma farslara aiddir. Tonqalın ətrafında yalı getmək burada qalan qədim xalqlara Zərdüştlikdən qalma adətdir.